Salam YouTube kanalımızın izləyiciləri, növbəti bir mənzildə hamınızı xoş gördük. Bugün Tbilisi prospekti Grand Həyat yaşayış kompleksindəyik. Burada qanuni 3 otaqlı, kupçalı, yeni təmir olmuş və təmirdən sonra yaşayış olmayan premium bir mənzildə sizi yaxından tanış edəcəyik. Mənzilimiz 27 mərtəbəli binanın 21-ci mərtəbəsində yerləşir. 4 süper liftlərlə təchiz olmuş, geniş həyətli, yeraltı parkingi, infrastruktura malik bir binadayıq. 148 kvadrat ölçülü bir mənzil. Giriş qapıdan buradan daxil olduqda sağ hissədə gördüyünüz hissədə güzgülü açarlıq hissə, sol tərəfdə mənzilin birinci sanitar qovşağı yerləşir. Baxın, bu şəkildədir. Təmir zamanı keyfiyyətli materiallardan istifadə olunaraq təmir olunmuş bir mənzil. Giriş, mətbəx, sanitar qovşaqları qranit mərmər və istifolu təchiz olunub. Geniş bir dəhliz və geniş bir giriş hissəyə malikdir. Bütün otaqların girişi bu hissədəndir. Birinci yataq otağımız, ikinci yataq otağımız, ümumi otağımız, qonaq otağımız və mətbəx hissəmiz. Burada isə ikinci sanitar qovşaq yerləşir. Mətbəxin özünə aid kiçik bir eyvan hissəsi, qonaq otağı və yataq otaqlarından ümumilikdə geniş bir eyvan, üstü bağlı bir eyvan hissə var. Və üçündən də eyni eyvana çıxış imkanı vardır. Burada gizli bir qardirob hissə var. Baxın, bu şəkillədir, tam boyu tavana qədər yığılmışdır. Burada ikinci sanitar qovşağı yerləşir. Hamam tualet hissəsidir. Döşəmədə qranit mərmərdən istifadə olunub. Divar içi santexnik əşyalarla təchiz olunub. Proyekt olduğu kimi saxlanılaraq çox gözəl bir dəbə uyğun təmir olunub. Mətbəx hissənin gözəlliyini görürsünüz. Divarlarda aboylardan istifadə olunmayıb. Baxın, çox gözəl, zövqlə təmir olunmuş bir mənzil. Hündürlüyü çox gözəldir. Bütün otaqların kondisioner xətti öncədən qurulub, hazır vəziyyətə gətirilib. Burada ümumi otaq olan qonaq otağı yerləşir. Baxın, əziz izləyicilərimiz, eyvana çıxış imkanı da burada mümkündür. Baxın, bu şəkildədir. Qarşısı açıqdır. Salamzadə istiqamətinə baxır. Nəsimi rayon Tbilisi prospekti Grand Həyat yaşayış kompleksində birinci yataq otağımız, həmçinin eyvana çıxış. Döşəmədə keyfiyyətli materiallardan istifadə olunub. Tavanda gizli işıq, spotlar, çılçıralar, divarda lepqa işləmələr və buralardan da həmçinin istifadə olunub. Hər yataq otağının daxilində gizli bir qardirob hissə düzəlib. Burada isə ikinci yataq otağı olan böyük yataq otağı yerləşir ki, buradan da həmin eyvana çıxış hissə mövcuddur. Burada da həmçinin gizli qardirob hissə, aksesuar hissələr yığılı şəkildədir. Keçək mənzilin giriş dəhliz hissəsinə. Bir daha yenidən sizlərə təqdim edim. Giriş qapımız, açarlıq hissə, birinci sanitar qovşağı. Baxın, bu şəkildə belə bir geniş dəhliz hissə. Birinci, ikinci yataq otağı, qonaq otağı, mətbəx, eyvana özünə aid çıxışı, ikinci sanitar qovşağı yerləşir. Proyekt bu şəkildədir. Təmir də gözünüzün qarşısındadır. Qanuni 3 otaq 148 kvadrat ölçülü, yeni təmir olmuş, təmirdən sonra yaşayış olmayan Grand Həyatlı 3 otaqlı super təmirli bir mənzil. Kupçalıdır, qeydiyyatda heç kim yoxdur. Birbaşa notarial qaydada mənzili rəsmiləşdirə bilər, öz adınıza keçirə bilərsiniz. Qiymət aşağıda əlavə məlumat bölməsində qeyd olunacaq. Real alıcıya yaxşı endirim də olunacaqdır. Mənzil haqqında bu qədər. Növbət çəkişdə və mənzildə görüşənədək.